Quran-ı Kərimin ərəbisini, orijinalını belə deyək. Necə ki, Quran-ı Kərim buyurur, İnnə ənzəlnəhu Qur'anən ərəbiyyən ləalləkum təqilun. Biz Quranı ərəbcə nazil etdik ki, siz onun barəsində düşünəsiniz. Onun ərəbi ifadəsində o qədər məsələlər var ki, hər bir dilə tərcümə olsa, müəyyən qədər onu, bəzi yerdə 10-1, 100-1, nə bilim, neçədə birsə, onun anlamını, məalını ifadə edə biləcək. Amma mümkün deyil ki, tam şəkildə o fikri bizə çatdırsın. Yəni, Quranı ərəbcə bilmək tam mükəmməl bir şeydir ki, dərindən nə qədər istəsən vara bilirsən, sənə bir açar rolunu oynayır. Çox zəngindir, bəli. Və Quran-ı Kərimin ərəbcə oxunuşunun özünün ləzzəti, bütün müsəlmanların vahid bir oxunuş olaraq hamısı eyni qiraəti eləməyinin gözəlliyi, necə ki, namazı ancaq ərəbcə qıldıq, digər bir dildə qılmalı deyilik. Burada bir vəhdət var. Bu cəhətdən bir Həzrəti Cəbrailin nazil etdiyi, Peyğəmbərin həmin kəlmələri oxuduğu kimi biz Quran-ı Kərimi oxuyuruq.